Məktəb mədəniyyətinin yaradılmasında rəhbərlərin rolu əvəzsizdir. Onların işinin vacib tərkib hissəsidir. Əgər məktəbdə əməkdaşlıq mühit yaratmaq istəyirsənsə, öyrənmə mühiti yaratmaq istəyirsənsə, bu yanaşmanı özünü modelləşdirməlisən. Beynəlxalq tədqiqatlar göstərir ki, keyfiyyətin artırılmasında məktəb rəhbərinin rolu böyükdür. Birinci növbədə müəllimlərin peşəkar inkişafının təmin edilməsi çox vacib məsələdir. Mən əslində çox uğurlu məktəblərdə olmuşam. Ona görə onlar uğurludur ki, məktəbin direktoru təqdim edir müəllimlərə. Bəzən peşəkar inkişafda özü iştirak edir və öyrənmə prosesini modelləşdirir. Yəni, prosesi modelləşdirə bilirsənsə, məktəb direktoru olaraq özün də öyrənməyə can atırsansa, bax, bilirsən, onda uğur əldə etmiş olarsan. Sadə olmalıdır məktəb direktoru, bilirsiniz. Belə olmasa, insanlara deyə bilməzsən ki, gəl əməkdaşlıq edə. Belə bir mədəniyyəti, bilirsiniz, əməkdaşlıq mədəniyyətini formalaşdırmaq lazımdır. Bunu sözlə demək mümkün deyil.